Yaxın Şərqdəki münaqişə Avropaya ciddi iqtisadi xərclər yükləyib. Enerji qiymətlərinin artmasına və idxal xərclərinə milyardlarla avro əlavə olunmasına səbəb olub. Bunu çərşənbə günü Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib. Münaqişə başlayandan bəri qazın qiyməti 50%, neftin qiyməti isə 27% artıb deyə von der Leyen Strasburqda Avropa Parlamentində çıxışı zamanı qeyd edib. O bildirib ki, müharibənin cəmi 10 günü Avropa vergi ödəyicilərinə qalıq yanacaq idxalı üçün əlavə 3 milyard avroya başa gəlib. Von der Leyen deyib ki, Avropa Komissiyası enerji xərclərini azaltmaq üçün əlavə tədbirləri qiymətləndirir. O cümlədən qaz qiymətlərinə mümkün tavan limitinin tətbiqini nəzərdən keçirir. O qeyd edib ki, Avropa İttifaqı son illərdə qalıq yanacaq təchizatını şaxələndirib, lakin əlavə edib. Bu o demək deyil ki, biz qiymət şoklarından sığortalanmışıq. Enerji bazarları qlobaldır. Enerji qiymətlərindəki bu sıçrayış son illərdə geosiyasi münaqişələrin Avropa İttifaqında enerji xərclərinin kəskin artmasına səbəb olduğu ikinci haldır. Bundan əvvəl oxşar vəziyyət 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsi zamanı baş vermişdi. Komissiya həmçinin istehsalı artırmaq və qiymətləri azaltmaq üçün nüvə enerjisinin inkişafını təşviq edir. Von der Leyen çərşənbə axşamı bildirib ki, innovativ nüvə texnologiyalarına özəl investisiyaları dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən 200 milyon avro zəmanət veriləcək. Avropa İttifaqının enerji üzrə komissarı Dan Jorgensen isə çərşənbə axşamı üzv dövlətləri istehlakçıların enerji xərclərini azaltmaq üçün mümkün olan yerlərdə xüsusilə elektrik enerjisi üzrə vergiləri azaltmağa çağırıb. Komissiya həmçinin çərşənbə axşamı təmiz enerji investisiya strategiyasını təqdim edib. Bu strategiya elektrik şəbəkələrinə, təmiz enerji texnologiyalarına və enerji səmərəliliyinə özəl maliyyə axınının artırılmasını hədəfləyir.